Hə, Qumru. Necəsən Qədir? Yaxşıyam, sən necəsən? Nəsə olub? Səsin niyə elə gəlir? Yox, yaxşıdır ki. Qumru, nə oldu? Analizlərin cavabı çıxdı. Hə, əməliyyat ola bilər. Qədir, sualıma cavab verək. Nəsə olub? Qumru, mən istəyirəm gəlim. Yox, işdə gələ bilməsən. Gələ bilməsən nədir Qədir? Niyə belə danışırsan? Nə bilim, həyatda da hər şey ola bilər. Məni qorxudursan. Niyə elə deyirsən? Onsuz da bütün günü səndən narahat qalmışam. Narahat olma, Qumru, narahat olma. Lalənin üzündən öpərsən. Sağ ol, danışarıq. Haradaydın? İşim var idi. Nə iş? Nə olub, sən niyə belə narahatsan ki? Sual verdin də, haradaydın? Bilirdin, hə sən? Nəyi? Hə, sən başıma doğrudan da soğuk dəydi, eyvallah. Abi, buna sual deyə verirsən? Niyə bilirdim mən? Məzahir. Çıxıram əraziyə, hara gedirəm, yaxınlaşırsan ki, ora getmə. İndi də gəlib belə suallar verirsən. Nədir səni narahat edən belə? Qardaşım, niyə istənirsən ki? Soruşuram da, olmaz. Dəhşət adamsan, eyvallah. Bura bax. Yenə nəsə görüb eləməmsən? Görüb eləmişsənsə, heç kimə heç nə demə, ha, yaxşı? Niyə deməyim ki? Bu da ofisçular məsələsi deyil, ha, Məzahir. Mən sənə başa saldım da, mən niyə onu buraxdım, getdi? Ha, boş-boş bəhanələrdir. Elə bilsən inandım mən o bəhanəyə, hə? Başa düşmədim. Nə demək istəyirsən? Özün yaxşı bilirsən. Bəli, Bəbir müəllim. Qədir, heç yerə gedib eləmə. Polisə xəbər vermişəm, gələcəklər. Göstərərsən yerini. Nə vaxt gələcəklər?